Kaş deyirəm, olaydınız Kərbəlada. Həqiqətən kaş olaydıq Kərbəlada. Heç olmasa bu gecə xanım Zeynəbə kömək eləyərdi. Ən çox köməyə ehtiyacı olduğu gecədir bu gecə. Bir-bir uşaqları o sakit eləyir, o aram eləyir. Gözünüzün yaşı quruyubsa, quruyub. Bilmirəm, ağlaya bilənlər də ağlasın. Sakit otursun yerində, sızıldasın, ağlasın. Bir-bir sakit eləyir, aram eləyir. Dairəvi idi xeymələr. Arxadan qaçış yeri yox idi. Uşaqlar da ancaq can deyib can eşidiblər. Uşaqlara, Hüseynin uşaqlarına gözün üstündə qaşın var deyən olmayıb. Nəvazişlə böyüyüblər. Mehr, məhəbbətlə böyüyüblər. Düşmən özü danışır, and olsun Allaha. Deyir, hücum elədi onlara. Bizim qabağımıza qaçdılar. Gözləmirdilər uşağı kimsə döyər. Uşaq ki, həmişə ata-anasından mehr, məhəbbət görür. O bilmirək ki, uşağı döymək olar. Deyir, onlar bizə tərəf qaçanda özü namərd danışır. Deyir, biz qamçılarımızı çıxartdıq. Bir alçaq danışır ki, bir uşaq deyir, mənə tərəf gəldi. Müslümin uşaqlarından da deyirlər. Bilmirəm, uşaq mənə tərəf qaçdı, oğlan uşağı idi. Qılıncımı çıxartdım, 2 böldüm deyir. Namərd özü danışır. Bax, küfrün çirkabına bax. İmansızlığın çirkabına bax. Hüseyin balalarını buna görə qurban verdi ki, biz nəhayət bilək bunlar nə qədər əzildi. Oxun nizənin qabağına verdi. Uşaqlar hamısı pənah aparır xanım Zeynəbə. İndi bax Zeynəbin vəziyyətinə. Bilmir necə sakit eləsin. Birini aram eləyir, o biri ağlayır. Birini sakitləşdirir, o biri ağlayır. Bu saatlar idi elə. Bu saatlar idi Ayşamı qəribana gələnlər, Hüseynin balaları dağılışmışdılar Kərbəla səhrasına. At qabağında onları qaçırdırdılar. Heç vaxt görmədikləri günlər idi. Qamçı ilə döyürdülər. Deyir, Kərbəlanı atacan və əbəta, ya əbəta, atacan, əmican fəryadı bürümüşdü. Atalarından cavab görməyənlər biblərinə pənah aparırdılar. Hüseynin bir qızı var Fatimə adında, Fatimə bintül Hüseyin. Deyir ki, bir alçaq bərk vurdu uşağı. Vurdu deyir, uşaq huşunu itirdi, yıxıldı yerə. Özü danışır uşaq ki, gözümü açanda gördüm bibim Zeynəb alıb məni qucağına basıb bağrına. Təsəvvür eləyin Həzrət Zeynəbin halını. Deyir, o namərd də hücum eləyir, xanım qolunu verir qabağa. Deyir, mən gözümü açanda deyir, gördüm bibim ağlaya-ağlaya dedi ki, əmmətüki, misluki. Qızım, narahat olma, bibiyi də sənin kimi döyüblər. Döyülməklə təsəlli verirdi uşaqlara. Bu gecə idi ki, çadırlara od vurdular. Qız uşaqlarının ətəyi od tutub yanır. Uşaqlar qaçırlar odunu söndürməyə. Bir nəfər deyir, getdim, ürəyim yandı Hüseynin qızına. Yaxınlaşdım, ətəyinin odunu söndürüm, məni görəndə əlin qoydu başına. Bir dedim, qızım, vurmağa gəlməmişəm. Dedi, əvvəl dedi ki, valla yorulmuşam. Uşaq dedi, yorulmuşam. Dedim, qızım, vurmağa gəlməmişəm, gəlmişəm ətəyimin odunu söndürəm. Deyir, özü əli ilə odunu söndürdü, ondan sonra deyir, su verdim ona. Suyu verəndə deyir, mənə baxdı, gördüm, üst tutdu, gedir xeymələrə tərəf. Dedim, qızım, hara gedirsən? Dedi, balaca bacım var xeymədə, susuzdan yanır, aparım ona verim. Dedim, qızım, suyu qadağan eləməyiblər, su açılıb, suyun qabağı açılıb, içə bilərsən. Deyir, onda gördüm, su qabı əlində, başını aşağı saldı, yavaş-yavaş gedir qətligaha tərəf. Gördüm, gedir atası Hüseynin cənazəsinə tərəf. Ata, ya Hüseyin, sənə su gətirmişəm. Bir şeir yazıb bir şair təxəyyülünün məhsuludur. Mən Allah'ın da olsun deməyəcəkdim. Qardaşlar həmişə xahiş eləyir. Burada məddah var. Mən də
Rozaxan deyiləm, amma neçə ildir bu şeiri mən bir qədər elə nəql kimi deyirəm. Şairin təxəyyülüdür, amma həqiqətdən də uzaq deyil. Deyir, karvan getdi, qızlardan biri düşüb qalıb çöldə. Ayıldı, gördü karvan gedib. Sağa sola neçə yol əmmə səslədi, qaçdı. Deyir, bibisini çağırdı. Səsinə olmadı səs, öz səsini eşitdi o çöldə. Deyir, cavab olmadı. Səsinə səs verən olmadı. Üzün dolandırdı Şamın yoluna, bibi, heç qardaşın qızı deyiləm. Axı, Mədinədən Kərbəlaya yol yoldaş olmuşuq. Bəs məni niyə burada qoydun, getdin? Bu qorxulu çöldə. Deyir, qaçdı, yoruldu, kəsildi çarə o yorğun bala, yol üstə oturdu. Üzün dolandırdı Şamın yoluna. Hayandasan Əli, qardaş Əli Əkbəri çağırdı. Hayandasan Əli, istəylin oldu çöllər əsiri. Gəl gör, yaman günə qalmışam. Şair yazır ki, Zəhra behişdə qalanmədi. Gəlib o xırda qızın başını diz üstünə aldı. Nənəsi Zəhra gəldi. Doğrudan da xanım Zəhranın səsi eşidilir. Seyid qardaşımız oxudu günorta. Neçə yerdə onun nalə səsi eşidilir. Şair bunu nəzmə çəkib. Deyir, gəlib o xırda qızın başını diz üstünə aldı. Qızım ağlama, balam ağlama. Deyir, elə sığal çəkir. Deyir ki, məzlum Hüseynim vay, məzlum Hüseynim vay. Rüqəyyə də baxır. Deyir, ilahi, bu xanım kimdir bu qorxulu çöldə? Gəldi mənim başımı aldı dizinə, məni aram elədi. Qərib atamın adını əzbər eyləyibdi dilində. Elə hey başıma sığal çəkir, deyir, məzlum Hüseynim var. Deyir, üzünü, saçını ayıranda üzünün göyərdisi görsəndi. Gözəl balam, de görüm üzvə kim vurur, danışdırır uşağı. Uşaq baxır, deyir, xanım, biz Peyğəmbər ailəsiyik. Bizi əsir eləyiblər. Soyulmuşam, heç nəyim yoxdur. Yoxsa bu yaxşılığına görə sənə mükafat verərdim. Ya, çox sağ ol, məni bu qorxulu çöldə tək qoymadın. Bunu deyir, xanım Zəhra ağlayır. Deyir, uşaq baxdı, dedi, xanım, mən ağlayıram, atamın başını vurublar nizəyə. Səndən sualım var, sənin ölübdü kimin? Sən niyə yana-yana ağlayırsan? De görüm, sənin kimin ölüb? Deyir, burada Zəhra dilə gəldi, dözənmədi. Cavab verdi, mənə Fatimə deyərlər, əzizim. Mən sənin nənən Fatimiyəm. Gəl qucağıma səni aram eləyim. Gördün ki, bibindən şikayət elədin, bibindən etmə gilayə, qızım, bibində nə çarə? Bibindən etmə gilayə. Qızım, bibində nə çarə? Deyir, onda uşaq baxdı, dedi, bibi, gedən yollarva ürəyi yaralı balon qurban olsun. Bu yerdə Zəcr gəlir, Seyid danışdı, qamçını çıxardıb döyə-döyə onu aparır. Deyir, xanım Zeynəbə, deyir, bibi, gəlmişdim olam qafilə-i qəm sorağında. Açdım gözümü bu gecənin qəmli çağında. Gördüm özümü bir xanım övrət qucağında, zülfü ağ idi, məcəri qara, üzü nili, dəymişdi bu biçarəyə də mən kimi sili. Pəhlusinə qoymuşdu əlini qoymuşdu böyrünün üstünə. Pəhlusinə qoymuşdu əlin, əşki nələrdi. Hər ləhzə oğul vay deyib ağlardı, mələrdi. Odlu nəfəsindən atamın ətri gələrdi. Bir oxşamadı ilan tanıdım Suzi dilindən. Bildim ki, nənəm Fatimədir, öpdüm əlindən. Bir bikəs nənəm, bəxtim mənə yar oldu, fələk qoymadı amma. Bir bikəs nənəm gəldi, mənim dadıma yetdi, Zəcrin səsini aldı, o da bilməm hara getdi. Deyirlər burada ki, bibisindən şikayət elədi, amma Şamda o yaralı baş xərabəyə daxil olanda gəldi, dedi, atacan, Allah bibim Zeynəbdən razı olsun. O qədər mənə qamçı vuranda qolum verib qabağıma, heç xəcalətdən üzünə baxa bilmirəm. Bilirsiniz, xanım Zeynəb
xərabədə o uşağı dəfn eləyəndə heç kəs yasa gəlmədi. Kənarda dayanıb əl çaldılar, bayram elədilər. Mən istəyirəm bu Şam-ı Qəriban gecəsində Həzrəti Zeynəbi, o ürəyi yaralı xanım Zeynəbi dəvət eləyəm ki, xanım Rüqəyyəni dəfn eləyəndə heç kəs yox idi. Gəl bu məclisə, gəl nəzər elə gör Rüqəyyənin nə qədər ağlayanı var. Əla lənətullah aləl qavmiz zalimin.